Həm gözəlliyi, həm də dadı ilə əvvəl gözünüzü, sonra isə könlünüzü xoş edəcək samsalar hazırlamaq üçün lazım olan ərzaqlar inanın ki, sizin evinizdə var. Çünki çox az ərzaqla 15-16 ədəd çox gözəl toyuqlu samsalar alınır. Bunun xəmiri üçün bizə 1 stəkan süd, südün ilıq və yaxud da soyuq olmasının heç bir fərqi yoxdur. Üzərinə 1 çay qaşığı duz və 3-4 xörək qaşığı duru yağ, biraz da şəkər əlavə eləyib qarışdırırıq. Daha sonra 3 və yaxud da 3 stəkan yarım, bu artıq unun ağırlığına görə dəyişə bilər. Əlavə eləyib və xəmir yoğururuq. Xəmiri harda 20 dəqiqə, yarım saat ərzində dinlənməyə qoyuruq. Daha sonra xəmirimizi 2 kündəyə ayırırıq və biraz da gözlədirik ki, bizə yaymaq rahat olsun. Xəmirimizi yaya bildiyimiz qədər yayırıq. Və kənarda bizə 150 qram yağ lazım olacaq. Bu samsalara çox elə yağ lazım olmur. Hardasa 150 qram yağı kənarda əridirik. Daha sonra aça bildiyimiz qədər açdığımız kündəni yağlayıb və rulon kimi bükəcəyik. Belə rulon kimi büküb kənara qoyuruq və kənarda ikinci kündəmizi yaymağa başlayırıq. Onu da yaya bildiyimiz qədər yayıb və yağlayırıq. Üzərinə bu bükdüyümüz rulonu qoyub bir daha rulon kimi bükürük. Hardasa yarım saat, 1 saat soyuducuya qoyuruq. İçliyi hazırlayaq. İçliyi üçün bizə fili, biraz da məndə xırda-xırda doğranmış kartoflar var idi. Onları da əlavə elədim. Duz, istiot. Yarım saat, 1 saat keçdikdən sonra bu rulonu götürüb və xırda-xırda 15-16 ədəd hissələrə ayırırıq. Baxın, bu qat-qat xəmirin içi görün necə yağlı xəmirin, daha doğrusu içi necə gözəldir. İçi demək olar ki, tamamilə qat-qat xəmirdir. Və bunu da yayıb, üzərinə içliyi qoyub, samsa şəklində bükürük. Siz bunu istəsəz şəkərbura formasında da bükə bilərsiniz. Yəni sizə necə rahatdır, hansı rahatdır, artıq öz zövqünüzə görə bükə bilərsiniz. Ən son üzərinə yumurta sarısı vurub və 180 dərəcədə alt-üst rejimdə bişməyə qoyuruq. Bir də qeyd edim ki, üzərini zövqə görə çörək otu və yaxud da susam vura bilərsiniz. Sadəcə bizdə evdə yox idi deyə mən vurmadım. Bugünlük isə məndən bu qədər. Səhifəmə abunə olub, bəyənib və rəy yazmağı unutmayın. Hələlik.